Salam kızlar. Salam əziz izləyicilərim. Bizdə saat 6-7-yə qalıb. Axşam 7-yə qalıb. Oturub neçə vaxtdır bu kitabı qutara bilməmişəm, amma artıq tam axırındayam. Bir damcı qalıb. Az qalıb, yəni. Bu qədər qalıb. Bu qədər. Hər dəfə biraz elə bil vaxtı olandan olana oxuyuram deyə. İndi artıq dedim bu axşam bunu qutaracağım. Video yükləmişdim. Dedim nə oturmuşam burada kresloda. Bunu oxuyurdum. Nəsə dedim bir videoya başlayayım. Zaten onsuz da indi başlasam da bunun davamı sabahda, indi sabah ya bir günde çəkərəm. Sadəcə oturduğum yerdə başlamaq istedim. Çok maraqlı kitabdır kızlar. Kitab oxuyan xanımlara məsləhət görürəm. Alın, romandır. Allegro. Çok hoşuma geldi. Çölde de gördüğünüz kimi karanlıktı. Maşınları görürsünüz mü kızlar? Karanlıktı çölde. Gülümde. Orkideyem belə. Siz ne edirsiniz kızlar? Bilmirəm kim ne vaxt baxacaqsa o vaxt xeyirli, uğurlu. Yəni hər kəsin fərqi yoxdur. Axşam tezdən sabah günümüz uğurlu, xeyirli gəlsin hər kəs üçün. Ondan sonra yenə Raul dünən getdim. Dünəndən yenə Raul burada olanda elə yaxşı idi ki, həm gəzirdi, həm elə bil başım qarışırdı onunla vaxt keçirtməyə. Yəni evdə də iş artıq olur da, özümüz olanda o qədər işim olmur, amma o olanda ona məsəl üçün dietik yemək, bişirmək, eləmək, ona görə işim çox olur. Olurdu, başım qarışırdı biraz, özümə belə qapanmıram, yəni oturmurdum. Yaxşı idi, dünən o qədər ağlamışam yola salanda. Allah bütün qərib yerdə olan övladları, yəni qərib yerdə olan bütün insanları qorusun. Allah öz nəzərində, nə bilim, uşaqlarımızı oxumağa gedənləri, işləməyə gedənləri hamısını Allah qorusun. Pis insanlardan uzaq eləsin, pis işlərdən uzaq eləsin. Ağılların əlindən almasın ay Allah, bütün uşaqların. Neçə gündür bəlkə də eşidirsiniz ki, İstanbul'da havalar pis keçir, tufan, nə bilim, qırğın, qiyamət. Biz o çok pis olan günü biz burada değildik. Biz Alanya'daydık. Ona göre o kadar yani görmedik, haberimiz olmadı. İndi de bugün yağış zad var idi çok. Orkideyalarımda belə yavaş yavaş bitmeye üzrədir hamısı. Hamısı gönçələnib. Burada da hər dəfə bu gülləri çəkirəm. Bu da azalır. Görürsünüz, az qalıb. Nə tez qutarıram, amma bu çox tez qutardı. İndi qutaranda təzəsini alıb bunun üzərinə tökəcəm.
Allah'a kurban olum. Biraz azanın sesini de size eşittirdim. Ben mətbəximin gününə, halına baxın kızlar. Video çəkirdim sizin üçün. Qab yuyan maşın haqqında məlumat videosu çəkmişəm və onu yükləyəcəm. Mütləq baxın. Kimin qabı yuyan maşın almaq fikri varsa, yaxud nəsə ona görə nəsə bilmək istəyirsə, mütləq videonu izləyərsiniz. Və indi də bunları yığışdırım. Bir də onunla çəkmişəm. Bundan heç istifadə eləmirəm. Bunu sadəcə yataq kravatın üstündə olan belə qoşulub, bəzən kitab oxuyanda, bəzən nə bilim belə telefon yeri də var. Oradan baxanda belə kravatın başına taxmışam. Onu gətirdim, maşının içi qaranlıq olur deyə onunla çəkdim. Və bunları yığışdırım. İndi nə edəcəm qızlar? Sizinlə bölüşəcəm. Bu da səhər yeməyin kahvaltıdan sonra hazırladığım videonun devamıdır. O gün bazara gitmiştik. Bazardan pendirdi, yağdı, belə şeyləri aldıq. Tanıdığımız var. Yani belə ferması var da, həyət. Yalan gerçək, yəni təmiz yağdı, pendirdi. Ondan alırıq həmişə. Düzdür, çox özünüz də bilirsiniz ki, mən yağ işlətmirəm. Belə bir, burada yəqin ya yarım kilodur, ya 1 kilo, bilmirəm nə qədərdir. Yağ aldım. Bunu yeməyə vurmaq üçün də, hərdən birdən yeməyə üçün yağ vururam. Tez-tez çox vururam. O yeməyə vurmaq üçün işlədirəm. Səhər yeməyi üçün bundan işlətmirəm mən. Səhər yeməyi üçün Azərbaycandan gətiririk, ya belə tanıdığımız tam təmiz kərə yağı, ya da ki mağazindən alırıq belə səhər yağı, yemək üçün yağ. Bunu əridim. Görək. Amma qəşəng yağ iyi gəlir. Həqiqətən də yağ iyi gəlir. Ta bilmirəm nə qədər doğru, nə qədər yalan. İndi babalı onların boyundan. Yaxşı yağ iyi gəlir. Altın yandırım, yavaş-yavaş ərisin. Mən yağ əridəndə yağın içinə qızlar nə tökürəm? Bir qaşıq un tökürəm. Yağ tez dağ olur mütləq. Əvvəllər mən də bilmirdim. Sonradan hardansa onu gördüm. YouTube'da gördüm. Yoxsa kimsə mənə dedi mi? Yadımda deyil. Bir qaşıq un tökürəm. O ki yağ oje qaynara düşür. Onda tökürəm, tez dağ olur. Yağı koydum üstüne. İndi gedim zibili atım. Zibili götürüm belə. Bu da maşını qapının ağzında olur belə zibil atmağa gedəndə. Hə, sizə qızlar nədən deyim? Zibili, ayala kapı çırpılsa çölde kalacağım. Dur, kapının arasına bir şey koyun. Birden çırpılabilir de. Damaşını kapının arasına koyun. Böyle koyun ki kapı bağlanmasın. Ve gedək. Gedək zibili ataq. Zibil düz öyəməsini belə yanımızdadır. Ora gedirsən belə. O tərəfdə 3 dənə kvartira var. Biz tərəfdə də 2 dənədir. Bir bizimki, bir qonşununki. Bu qapılar amma şeydir. Su şöçikləri zadı. Burada zibil yeri. Zibil də belə atmaq lazımdır. Kağızlar, plastik, cam, metal. Ayrı batmaq lazım. Mən elə bura atıram. Hər yarım saatdən bir gəlib zibili aparırlar. Belə zibil aparma liftidir. Qırzavoyda belə yük lifti. Hə, nə deyəcəkdim qızlar? Türklərin ən sevdiyi işi. Onlar heç vaxt ayaqqabı ilə içəri girmirlər. Prosto bizim bu komplekslərdə icazə verilmir. Onlar həmişə ayaqqabıları çöldə çıxardırlar. Burada icazə verilmir. Baxın, heç kimin qapısının ağzında ayaqqabı yoxdur. Amma başqa yerlərə getsəniz, bu kompleksdə icazə yoxdur deyə çıxartmırlar. Başqa yerlərə getsəniz görəcəksiniz ki, bütün qapıların ağzında ayaqqabı var.
İndi belə komplekslərdə də icazə verilmir deyə onlar çöldə ayaqqabını çıxardıb durmuşam burada. Hə, sözümü davam edeyim. Onlar çöldə ayaqqabını çıxartmırlar deyə şey eləyirlər. Qoy icazə yoxdur deyə orada çıxardıb əllərində götürüb qoyurlar şkafa ya harasa da çöldə gəzilən ayaqqabı ilə evin içinə girməzlər heç vaxtı. Biz evin içi dediyimiz qapının ağzında bizdə elədir də, Rusiyada olsun, hər yerdə girirsən, prixojiyə girəndə ayaqqabını orada çıxardırsan da, çöldə çıxartmırsan. Amma bunlarda elə şey yoxdur. Çöl qapısından çöldə çıxardır, əllərində götürür, içəri qoyulur. Hələ indi mən də əlimi yuyum. Bu da Türklərin o xüsusiyyətidir. Bəzi xüsusiyyətlər var ki, hər millətin özünə aid elə. Onların da xüsusiyyəti odur. Zibil vedrəsinə bir görün. Bax, belə yığdığım paketləri belə açıb zibil vedrəsinə qoyuram. Sonra belə yağda əriyir. Sapsarı rəngi də qəşəng. Ərisin, tam bu da ərisin, sonra un tökəcəm biraz. Bir 10 dəqiqədir qızlar qaynayır. Baxın. Ucu dağ olmaq üzrədir. Biraz da qaynasa, bir 10 dəqiqə zadda qaynasa dağ olacaq yağ. Mənə elə gəlir, un bunu dağ olmağını tezləşdirir. Ya bilmirəm, bəlkə də bütün yağlar, mən çox sliviçin yağ işlətmirəm deyə bilmirəm. Qabaqlar olur da, lap əvvəllər korobka ilə alıb əridirdi. Çoxdandan mən neçə illərdir sliviçin yağ çox az işlədirəm də, belə təsadüfən kərə yağzadı kənddən alıb gətiririk. O da görürəm ki, ağır belə şey olur da, o mehrə yağı da biraz ağırlaşmır, yəni qoxusu başqa cür dəyişməyə başlayanda əridirəm onu. Bilmirəm, əvvəllər bu tezliyinə yağ ərimirdi. Amma bu yağ görürsünüz 10 dəqiqədir, belə ərimirdi deyirəm, dağ olmurdu. Bir 10 dəqiqədə qaynasın, hazırdır. Bilmirəm, yenə deyirəm, ona görədirmi, yoxsa yağın özündəndirmi, deyə bilmərəm. Amma mən axır vaxtlar yağ əridəndə un qatıram. Tez dağ olur. Qızlar, məncə yağ artıq hazırdır. Çox bişirəndə də xoşum gəlmir yağdan. Belə çox rəngi dəyişilir. Bir damcı bax üzündə qaldı bax. Elə-belə artıq dağ oldu, getdi. İndi yağın dadına da baxıram, o qədər duzludur. Belə duz qatırlar ki, xarab olmasın deyə yəqin ki. Duzu, yemək yağı oldu. Orada soruşdu, bu necə yağdır? Dedi, bu yemək yağıdır. Dedi, qəvaltılıq yağ istəyirsinizsə ayrı yağ dedi. Bu yemək yağıdır.
Baxıram ki duzlu yağda, duz qatılmış yağdır yemək üçün. Duz əlavə eləyiblər. Ona görə deyirmiş ki, bu səhər yemək üçün deyil də, bu yemək üçündür. Və üstündə bir damcı qaldı. Onu da altın söndürüm. Elə peçin istiliyinə yəqin ki, bu da tam oturacağı. Çox şeylər, çox şey olmasın, rəngi dəyişilməsin. Hə, bunun altını söndürüm kızlar. Bir də nəyi göstərəcəydim sizə. Bunu gösterəcəkdik kızlar sizə. Baxın. Amma belə görünməyəcək qoy. Belə bir futbolka deyil, belə köynək kimi də. Burada da boz görünür. Bu niyə belə boz görünür, mən bilmirəm. Həmişə tünd belə, bu üstü tünd qaradır. Bu tünd qaradır. Altında biraz siyirə kimi belə rəngdir, belə. Bu videoda lap açıq görünür, amma biraz tündür də qara. Altında şəkildir, belə tülün altında şəkil, üzərində. Həm nəsə xoşuma gəldi. Şeyindi, Network. Türkiyənin də firması. Türkiyənin. Qiyməti nə? Hə, qiyməti buradadır. 3600-dən 2150-yə düşüb. 2150-yə. İndi 2150-də bilmirəm valla nə qədərdir kızlar. Hesablayıb baxmaq olar internetdə. Qolları da belə üstü tül, altı belə parçadır. Belə kapron kimi. Bir də qabağı belə. Tülün də üstündə belə toçkalar var, zərli. Amma arxası sadə parçadır. Belə tülü zadı yoxdur. Bunu aldım dünən. Beləliklə videonu da burada bitirmək istəyirəm kızlar. Baxdığınız üçün, o dəyərli vaxtınızı sərf edib videomu izlədiyiniz üçün çox təşəkkür edirəm. Var olasınız, həmişə üzünüz gülsün, qəlbiniz, ürəyiniz həmişə sevinsin. Nə deyim, gələn videolarda Allahın izni ilə görüşmək ümidi ilə ayrılırıq sizdən. Sağ olun kızlar. Günləriniz, saatlarınız, aylarınız, illəriniz bax bu gözəl güllər kimi gözəl keçsin kızlar. Hamımızın. Həmişə xoş xəbərlər eşidək. Yollaşdım, sonra dənizi gördüm. O qədər xoş gəldi, dedim qoy bu dənizi çəkim. Ne gözəl. Adalara bax.